Elə insanlar var ki, hər gün post qoyur səhiyyə haqqında. Səhiyyəni ancaq pisləyirlər. Yaxşı, bir dəfə dedin, başa düşdük. Bəlkə əl-ələ verək, nəsə eləyək, nəsə düzəldək. Hər gün bunu pisləməklə nəsə olacaq? Mən həmişə deyirəm, həkimlərin əziyyətini yerə vurmaq lazım deyil. Mən konkret sizə danışacağım Sumqayıt səhiyyəsində. Əgər belə pisdirsə, dövlət müəssisələri niyə gündə neçə min insan müraciət edir? Niyə belə sıxlıqlar var dövlət müəssisələrində? Bir tərəfdən özəlləri pis deyirlər. Elə bilirsə özəldə xəstə azdır, özəldə də xəstə çoxdur. Yəni yaxşılıqlarını da deyək. Niyə görə mən Sumqayıt səhiyyəsindən danışacağım? Çünki özüm Sumqayıt səhiyyəsindəyəm. Hər gün Sumqayıt səhiyyəsinə 5000 insan müraciət edir. 5000. Sizcə o 5000 insandan heç kəs narazı qalmayacaq? Heç vaxt mümkün deyil ki, 5000 insandan heç biri